22 sotda həm içərisində 2 mərtəbəli evi, həm də ki 100-ə yaxın iri buynuzlu, 50-yə yaxın da xırda buynuzlu heyvanat üçün nəzərdə tutulmuş tövləsi olan belə bir maraqlı həyət evi satışa dəyərli izləyicilərim. Daxil oluram indi evin həyətyan sahəsinə. Dediyim kimi yerləşmə yerdə harda? Maçlar sırasında Maçdağı Bilgə yolunun üzərində belə bir geniş böyük darvazası var və içərisində də belə bir böyük 2 mərtəbəli evidir. Çəkib təqdim edəcəm sizə inşallah. Və burada da tövlə olan hissədə gördüyünüz kimi belə bir geniş böyük tövlədir. Bura ot yığmaq olan sahəsidir və daxil oluruq tövləsinə. Dediyim kimi 100-ə yaxın mal-qara burada saxlamaq mümkündür. Gözlük hər bir şəraiti var. Kommunallar hamısı daimidir. Böyle bir geniş, böyük tövləsidir. Və bu hissədə tövlə davam edir, gördüyünüz kimi. Burada da belə bir hissəsi var. Keçək indi həyətin o biri hissəsinə çəkib sizə təqdim edeyim. Onu da qeyd edeyim ki, yəni 2 mərtəbəli evdən başqa həyətin bu hissəsində də belə bir kiçik evi mövcuddur. Burada evin sağ hissəsində belə bir gördüyünüz kimi ağaclı olan hissəsidir. Dekorativ ağaclar, güllər, fontanıdır. Evin arxasına keçmək mümkündür. Həyətin ümumi çəkim təqdim edeyim sizə dəyərli izləyicilərim. Həyətin ümumi görüntüsüdür. Həyətinə aid sanitar qovşaq və hamam otağıdır. Keçəm də evin içərisinə. Deməli, burada evin qonaq otağı və giriş olan hissəsi. Sağda belə bir yataq otağı. Burada isə belə bir mətbəxdir. Gördüyünüz kimi. Və bu hissədə isə yerləşir sanitar qovşaq və hamam otağı. Birinci mərtəbədədir. Keçsəm evin ikinci mərtəbəsində sizə təqdim edeyim. İkinci mərtəbədə də buradan sol hissədə belə bir yataq otağıdır, uşaq otağı. Burada belə bir yataq otağıdır. Və bu hissədə də digər belə bir böyük otaq. Burada isə ikinci mərtəbəyə aid mətbəxidir. Burada da ikinci mərtəbəyə aid sanitar qovşaq və hamam otağıdır. Gördüyünüz kimi. Sənəd kupçadır, çıxarışdır, xüsusi mülkiyyət və qiymət dəyərli izləyicilərim. Gördüyünüz bu mülkün qiyməti 350.000 manat deyilir. Yəni real alıcıya endirim olacaq inşallah sahibi tərəfindən. Əlaqə nömrəmiz aşağıda və səhifədə qeyd olunub. Bu və digər evlərlə tanış olmaq istərsəniz səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi də unutmayın. Sağ olun.